Və dövlət məmurlarının davranış normaları ilə bağlı mən dəfələrlə fikirlərimi bildirmişəm. Bir də demək istəyirəm və hər bir dövlət məmurunu işə təyin edəndə qoyduğum tapşırıqlar arasında bu da var ki, təvəzzükarlıq, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq, özünü xalqdan yuxarı tutmamaq, təkəbbürlü davranmamaq, məmur özü onun ailə üzvləri. Ancaq buna baxmayaraq bəzən hələ də ki biz görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və onların ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Heç kimin Azərbaycanda heç bir imtiyazı yoxdur və mən demişəm ki, o dövlət məmuru ki, öz ailə üzvlərini idarə edə bilmir, vəzifədən çıxarılacaq. Belə də oldu. Xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar Azərbaycanda cəzalandırılır, cəzalandırılmalıdır. Və heç bir güzəşt heç kimə verilmir və son mənim qərarlarım onu bir daha təsdiqləyir hamı. Haqq Səsi TV1-in əməkdaşı Bədalov doğru reaksiyamda olunan şikayət bundan ötəridir ki, adını məxfi qalmasını istəyən Dadva sakini xanımın evində xəstə uşağının olmasına baxmayaraq özü dövlətin hər zaman yanında, şəhid ailələrinin yanında olan bir xanım olaraq dövlətin heç bir qanunundan geri çəkilməyən bir qadına xəbərdarlıq etmədən qazın kəsiblər. Müdürlə əlaqə saxlamayına baxmayaraq qadının az təminatlı olmağına nəzərə alınmayaraq məcbur edirlər ki, qazın 300 manat ödənişi tam şəkildə olunmalıdır. 50 manat gecə ilə ödəniş olunur, baxmadılar. Dövlətin kiçik məmurları haçına qədər dövlətə qarşı vətəndaşları qaldıracaq. Hətta görüntü ilə, hətta çəkiliş edir, görüntüləri atır ki, nəzərə alın, övladım xəstədir, evdə xəstə uşağım var, imkanım buna çatır. Nətər qanuna sığan bir ziddir, dövlətin kiçik məmurları bunu qanun vericiliyə uyğun işıqlandırır. Ailənin heç bir gəriliyi yoxdur, xahiş olunur, bununla bağlı bir tədbir görülsün.